Herkese salam, kanalıma hoş geldiniz. Müğənni Aysun İsmailova qızı sevgi ilə paylaşım edib. Sözü edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi unutmayın. İlk dəfədir ki, multika baxmağa icazə vermişəm. Çünki normalda 2 dəqiqəlik baxırdı, dırnağını tutanda və ya saçını yığanda, vəsə. Necə həvəslə baxır. Qaraca qız. Bugün evde en sevdiğim yemekler pişiriyoruz bugün en sevdiğim yay yemeği. Karaves ve toyuq. Baxın 12:25 sabahınız xeyir olsun. Ana bala bugün tərəziyə çıxırıq. Gözdən anda çıxsın qızım. Mən axırıncı dəfə Pərvənə xanım yanına getməmişdən qabaq 58 idim. Hal-hazırda 53 kilo. İnana bilmirəm. Qızım çak elə. Anın arıqlayıb ay qızım axır ki 2 ildən sonra. Deyiləm Pərvənə xanım sağ ol. Hə. Bilmirəm, bəlkə də indi deyəcəyim sənə gülməli də gələ bilər, bilmirəm. Bəlkə də çox gedirəm və enerjim hal-hazırda, çakralarım hazırda, enerjim hazırda, buna bilmirəm. Niyyəti etdikdən sonra gözü bağlı şəkildə yaradandan və kainatdan dəstək istəyəndə şey olar, bu gecə baxarsan ulduz kayarı, onu gördüm. Belə bir ulduz kaydı və ilk dəfə idi həyatımda öz əlimdən o enerjini hiss elədim. Necə? Dediyi ovuc içinizi belə edeyim. O onu deməyənə qədər mən artıq bütün bədənim isti idi. Çox qəribə bir şey idi. Halbuki kondisioner yanır da, məsələn, çulqa üşüyür. Amma mən çox qəribə şəkildə istiləndim. Çox qəribə şəkildə. Elə bildim ki, bu dəqiqə əlimin içi yanacaq. O şey olur, hətta gözümün qabağına da gəldi. Bu ağaçlardan alov çıxar. Elə bildim ki, onu yaşayacaq. Və bu belədir. Bu o vaxt da məni satoya çıxartmışdı, Nərgiz. Onda da mən belə olmuşdum. Birinci çıxdım, çıxanmadım. İkinci çıxdım, çıxanmadım. Üçüncü də bunu uzaqlayıb bir ağladım. Amma necə oldu çıxa bildim, mən deyim sənə. Çünki beynimə qoymuşdum ki, orada mismar var, incidəcək məni. Sonra mənə Nərgiz dedi ki, beynimə nəyisə bir sual qoy. Onun cavabını tapana qədər onun üstündə qal. Yadımda heç yadımdan çıxmaz. Və çox qəribə idi ki, tam 5 dəqiqə üzərində qaldım. Çox böyük qorxum oldu Satu mənim. 5 dəqiqə sonra dedim, Nərgiz tapdım. Düşdüm. Və ona qorxu ilə gəlmişdim axı bura. O qorxu bir həftə sonra arzuladığım bir şey vardı, amma qorxurdum onu eləməyə də. Çox istəyirdim onu eləməyə. Bir həftə sonra Nərgizə yazdım ki, Nərgiz elədim. Yadımdadır. Hər yerdə də həmişə demişəm ki, Nərgiz bambaşqadır, Satusu olsun.